Hər vaxtınız xeyir dəyərli elektron idman həvəskarları. Mən Flawless Azərbaycan Elektron İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilən Azərbaycan Universitetlər Liqası artıq başlayır. Ümumilikdə 38 komanda bu turnirdə iştirak edəcək. Counter-Strike-dan 18, Valorant-dan 20 komanda olacaq. Başlayaq. CS-dən. CS-də 12 universitetdən 18 komanda var. Deməli, Odlar Yurdu Universiteti, Bakı Dövlət, UNEK, Bakı Mühəndislik Universitetlərindən 2 komanda turnirdə iştirak edəcək. ASU'dan isə bu say 3-dür. Keçən ilin finalistlərindən başlamaq istəyirəm. İdman Akademiyası və ADA'dan başlamaq istəyirəm. İdman Akademiyasında keçən olduğu kimi Rufi, Sideis və Profi var. Bu heyətdən Triple Rose ayrılıb. Digər tərəfdə isə ADA öz heyətini gücləndirib digər mənada. Rivan, STMD, Bembra, Alvaseydin yanına Zaur da qoşulub ki, legioner kimi keçən il çox yaxşı oyun göstərmişdi. Bunu izləmişdik. ASU'nun əsasən 2 komandası gözə dəyir. Birincisi Rise komandası ki, bu daha güclü bir heyət görürəm mən. Cavid, Alex, Atomov, Forecast və iSmile'lı bir heyətdir. Digər tərəfdə Anubis'in başçılığı altında Injustice komandası var. Davam edək, daha bir turnirin ən güclü komandası ilə. Turnirin ən güclü komandalarından biri VIA'dır məncə. Çünki Emraul, Rush, Alexis, Ziggle və Astral var idi bu heyətdə. Bu dəfə öz heyətlərini Namazovla gücləndiriblər. Həqiqətən çox lazımlı bir transferdir. Həqiqətən çox güclü bir transferdir. Burada Namazov, Alexis, Ziggle %100 ilk rosterda olar. Yəni başlanğıc rosterında olar. Emraul məncə 4-cü oyunçu olar. Rush da Astral da tez-tez dəyişər yəqin ki. Digər tərəfdə Banım heyəti var. Bakı Ali Neft Məktəbində Evix, Vüqar, Atropat və Biu-Biu-lu bir heyət var. Legioner kimi oynayır Biu-Biu. Ufaz heyəti keçən il çox yaxşı oynamışdı. Çox da buta turnirlərində gördüyümüz oyuncular deyil, amma yaxşı oyun göstərməyi bacarmışlar. Bu dəfə də eyni heyətdən qoşulublar. Noxud, Yemiş, Yasulik və Tifosi var bu heyətdə. Digər tərəfdə də Avenue komandası var. Bakı Dövlət Universitetini təmsil edirlər. Onlar da eyni heyətdədir. Rov, Stylisi, Spybebe, Elise, Kenik və Nava bu komandanın oyuncularıdır. Davam eləyək Valorantda. Valorantda 20 komanda 16 universitet tərəfindən təmsil olunur. UNEK-dən 3, Adnsu'dan 2 və ADA'dan 2 komanda var. Başlayaq UNEK Revenansda. UNEK-də Orviz, Eid, Tarnishet, Bender, De Piedra və Ziya kimi bir heyət var. Çox yaxşı bir heyət qurmağı bacarıblar. Eid burada legioner oyunçu qismində iştirak edir. Davam eləsəm Azmuda, Robber və Bitrice'in başçılığı altında bir heyət var. Bu da yaxşı bir heyətdir. Əsas gərək ADA'ya, çünki keçən ildə favoritlərdən idi ADA komandası, amma finala çıxa bilməmişdi. Yarım finalda 2 ADA komandası var idi, ikisi də finala çıxa bilməmişdi. Bu dəfə ADA'nın ilk heyətində, Survivors heyətində La Tormenta, Someone Like You, Abov, Glockman və Yuzili bir heyət var. Yaxşı bir heyət qurmağı bacarıblar yenə. İkinci ADA heyətində də Obito, Ecstasy, Tuncay, Just Music və No Scraps var. Yəni ikinci heyət də çox yaxşıdır, amma əslində keçən ildə ADA heyətləri yadınızdadırsa çox yaxşı idi. Amma yarım finalda qalib gələ bilməmişlər UNEK-ə və ASU'ya. Baxaq bu dəfə onlar revanşı ala biləcəkmi? Akku'da isə Korporasiya Universitetində keçən ilin finalisti Admiral var. Admiral və Mr. Salvation bu komandanın heyətindədir. ASU'nun heyətində Namazov, Glimpse of Us, Solder, Fara, Vito və Berka var. Bu dəfə Fara transferini elədi. ASU heyəti daha da gücləndirdi öz heyətlərini. Sözün açığı, legioner məsələləri mən deyirdim ki, digər universitetləri həqiqətən gücləndirər. Okey, digər universitetləri gücləndirdi, amma Namazovun başçılığı altındakı ASU'nu daha da gücləndirdi məncə. Çünki Azərbaycandakı ən yaxşı oyunculardan olan Faranı transfer eləməyi bacardılar. Amma yenə də Valorantda çox rəqabət olacağını gözləyirəm. Çünki ADA'nın 2 komandası da çox güclüdür. UNEK Revenans çox güclüdür və UNEK Revenans böyük ehtimal yarım finala görəcək. Çox maraqlı bir qarşılaşmalar izləyəcəyik məncə həm Valorantda, həm Counter-Strike'da. Hələ ki məndən bu qədər. İlərləyən həftələrdə yeni videolar da çəkməyə çalışacağam komandalarla bağlı. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun, sağlıqla qalın.